Salam, hər vaxtınız xeyir olsun, dəyərli müştərilərimiz. Mən bugün Masazır qəsəbəsində Badam Villa adlanan ərazidə belə bir şəxsi tikili villa çəkib sizə təqdim edəcəm. Deməli, bu darvazasıdır, villaya gələn yoldur. Görürsünüz, Duz gölü. Çox gözəl bir ərazidə yerləşir, tam yaşayışlı bir ərazidir. Qəşəng bağı var, 4 sot torpaq sahəsində tikilibdir. Bu hissə evimizin deməli həyətidir. Evin yan tərəfdən fasad görünüşüdür. Müxtəlif cür meyvə ağacları, gül kolları əkilibdir bağımızda. Bağın deməli evin hər tərəfinə keçməyə yeri var. Görürsünüz, burada kombisi, bütün minutkası, hər bir şeyi burada yığılıbdır. Evin arxa tərəfidir. Bura evimizin həyətidir. Həyətinə bir-iki dənə maşın rahatlıqla daxil ola bilir buradan. Burada əkin yeri üçün saxlanmış yerlərdir. Ağaçlar əkilib, gül kollar əkilib. Həyətdə əlavə sanuzel var, bir dənə sanitar qovşaq var. Görürsünüz. Belə bir gözəl həyətimiz var. Bura evin həyətidir. Mangalnisi var həyətdə. Burada da görürsünüz ağaçlar var. Yayda oturmaq üçün belə bir stolu var. Yerdən 6 daş kürsülüdür. 4 bir tərəfdən kolonlardan tikilibdir, cütdaş tikilibdir. 2 mərtəbəlidir, mərtəbələr arası monolit betondur. 260 kvadrat metrdən ibarət 6 otaqlı tam təmirli şəxsi tikilidir. Buradan da evin yan tərəfinə keçməyə yeri var. Həyəti bir də göstərirəm. Belə bir həyəti var. Tam et daşla döşənib. Trap qoyulub, qoşulub mərkəzi kanalizasiya xəttinə. Evimizin qazı, suyu, işığı, kanalizasiyası daimidir. Bura evimizin girişidir. Belə bir xolu var. Bu oldu evimizin dəhlizi. Bura birinci mərtəbədir. Tam təmirlidir evimiz. Geniş xolu var. Tam şəraitli bir evdir. Bura evimizin mətbəxidir. Gördüyümüz əşyaların 90% evdə qalacaq. Pəncərələr baxır evin həyətinə. Görürsünüz, çox qəşəng, zövqlü təmiri var. Mətbəx mebeli var. Burada yerləşir evimizin qonaq otağı. Super bir qonaq otağı var. Qonaq otağının həm yana bağa baxışı var, həm də həyətə baxışı var. Gördüyümüz əşyaların 90%-i evdə qalacaq. Burada yerləşir evimizin sanitar qovşaqları. Hamam otağıdır. Görürsünüz. Burası evin ayaq yolusudur. Çox gözəl təmir var evimizin. Burada isə yerləşir evimizin deməli yataq otaqlarından biri. Deməli birinci mərtəbədə yerləşir bir qonaq otağı, bir yataq otağı, mətbəx, hamam, tualet. Bura pilləkənin altında da belə bir bankabolon yığmaq üçün dolabı var. Görürsünüz, bu birinci mərtəbəni bir daha göstərirəm sizə. İkinci mərtəbəyə qalxan pilləkəndə şabalıqdan yığılıbdır, şabalıq ağacından yığılıbdır. Çox bahalı təmiri var. Qiymət çox münasibdir, yəni hal-hazırda ev yəsinə pul lazım olduğu üçün bazar qiymətindən qat-qat aşağı verir. Videonun sonunda qiyməti qeyd edəcəm. Xahiş edirəm, videonun sonuna qədər izləyin. Burada isə evimizin ikinci mərtəbəsinin dəhlizidir. Burada da geniş dəhliz var. Burada da yenə ikinci mərtəbədə hamam otağıdır. Çox geniş bir hamam otağıdır. Burada yerləşir evimizin yataq otaqlarından biri. Evin arxa tərəfinə baxır. Burada yerləşir ikinci yataq otağı. Burada yerləşir evimizin üçüncü yataq otağı. Buradan balkona çıxış var. Burada isə yerləşir evimizin valideyn yataq otağı. Çox qəşəng təmiri var evimizin. Çox az yaşayış olubdur. Mən hamam tualeti göstərdim sizə. 210 bin manatla satışa çıxardılıb. Real alıcıya qiymətdə indirim olacaq. Yaxşı indirim olacaq, belə deyək. Burada isə yerləşir evimizin balkonu. Görürsünüz, ətraf tam yaşayışdır. Tam mülkiyyətdir. Həm evin, həm də torpağın kutsası var. İpotekaya yararlıdır. Qiymətdə 210 min manatla satışa çıxarılıb. Real alıcıya çox qəşəng indirim
olunacaq. Evimizin qazı, suyu, işığı, kanalizasiyası daimidir. Gördüyünüz əşyaların da 90% evdə qalacaq. Bizə dəstək olmaq üçün kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Bugünlük bu qədər.